müsəlman, dindar bir kimsə ilə 99% eyni düşünən ateist ola bilərmi? Dəyərli dinləyicilər. Görün nə yazın. Şeyxanələr şeyxi, dostum və mənimlə 99% eyni düşünən insan. Allahu Akbar. Lakin bu dəfə bu şoka düşüb də. Yəni 99% eyni düşünən insan bu dəfə bu zındığın danışığından şoka düşüb. İndi baxın özünüzdə qiymət verin dəyərli dinləyicilər. Söz sizdə. Bu günləri bu qadın kişisiz uşaq dünyaya gətirə bildiyi halda kişi özü uşaq dünyaya gətirə bilirmi? Bir misal. Məsələn, bu günlərin Məryəm misalı var. Bu günlərin eyni zamanda Adəm misalı var. Adəmi bir dünyaya gətirən olub. Amma o dünyaya gətirən kişi idimi? Bəlkə qadın olub. Məryəm kimi bir qadın. İnsanın yaranması ilə bağlı Qurana baxdığımız zaman düzdür, bəziləri bunu belə qəbul edirlər ki, insan palçıqdan yaranır, sonra müxtəlif torpağın xüsusiyyətlərə malik sulu versiyası olan palçıq, sonra palçığın qurumuş versiyası və s. kimi belə bir ifadələr işlədirlər. Bundan yaradılmış kimi göstərirlər və sonra da ruhu üfürüləndən sonra canlanıb bizim kimi olduğunu düşünürlər. Yəqin ki, bu cür fikirləşənlər və yaxud da bu cür yazanlar, o cür tərcümə eləyənlər fantastik çox kinolara baxıbdılar, yaxud da öz fantaziyalarını digər kitablarla bəzəyibdilər, belə bir anlayış formalaşdırıbdılar. Təbii ki, buradakı məsələ heç də insanın palçıqdan yaranması deyil. Çünki Quranda insanın torpaqdan yaradılması, torpaq kimi düzəldilib, ondan sonra can üfürmək mənasında olan bir nağılvari yanaşma deyil. Bayaq hərdən mən səmimi deyim ki, dəhşətə gəlirəm. Elşad deyir ki, Qurana görə Adəm ilk insan deyil, Adəm insanların içindən seçilmiş biridir. Şeyx, sən başıva dönüm. Quranda neçə yerdə... Şeyx deyil, Elşad şeyx deyil, xaşım. İndi biz dost kimi zarafatla öz aranızda şeyx deyil. Şeyx Hüsamın sonra xətində deyir. Quranda neçə yerdə yazılıb ki, Allah Adəmi palçıqdan yaratdı, sonra ona ruh üfürdü. Yəni mənim yadımda qalan bir 12-13 yerdə bu yazılıb da ki, ilk insan kimi palçıq... Yəni 99% bütün məsələlərdə razılaşıb bu ilə ateist. Amma bir dənə məsələ o da budur. Yəni şoka düşüb ki, nətər ola bilər? Mən özümü oxumuşam axı bunun Quranda ki, yəni Allah Taala ilk yaratdığı insan Adəmdir, onu da torpaqdan yaradıb. Sən isə onu inkar edirsən. Allahu Ekber.